Sonra biz istefada olan polkovnik leytenant Romik Mixiteryanla görüşmək üçün Ermənistan paytaxtı Yerevana yollandıq. O da müharibədə iştirak edib və ermənilər tərəfdə döyüşmüş zabit həmkarlarının bir çoxunu tanıyır. Natiqi dindirən gənc zabitin şəklini ona da göstərmək qərarına gəldik. Ümid edirdik ki, Romik onun kimliyinə işıq salmaqda bizə yardım göstərəcək. Onun dedikləri bizi dəhşətə gətirdi. Bu ki Vito'dur. Vitali Balasanyandır. Bu Vitali Balasanyandır. Bəli, Vito'dur da. Deməli, yüksək dövlət mükafatları almış general Vitali Balasanyan natiqin dindirilməsində şəxsən iştirak edibmiş. Bu dəhşətli görünsə də mümkün idi. 1992-ci ildə Balasanyan Əskeranın müdafiəsinə başçılıq edirdi. Həmin vaxt onun cəmi 33 yaşı olsa da, o əsirlərin dəyişdirilməsini təşkil edirdi. Onda bizə müsahibə verərkən dindirilmə səhnəsi ilə bağlı fotoşəkildə özünü tanımaq istəməməsi heç təəccüblü deyil. Bu natiqin yoxa çıxmasına görə məsuliyyət daşıyanların tapılması ilə bağlı axtarışlarımızda böyük irəliləyiş sayıla bilər. Lakin biz Romikin sözlərini təsdiqləyəcək azı daha bir erməni şahidin ifadəsini almalıydıq. Odur ki, biz kilsə döyüşündə iştirak etmiş, keçmiş erməni əskəri Aşot Movsesyanın izinə düşdük. O, Azərbaycanlı əsir cəsarətli əskər idi. Necə deyərlər, çox qoçaq, ürəkli oğlan idi. Təsəvvür eləyin ki, ona qumbara atırdılar, o isə qumbaranı götürüb bizə atırdı. Kimyəvi tərkibli qumbara, tüstü şaşkası atırdıq. Amma heç nə təsir eləmirdi. Orada təmiz hava ala bildiyi bir yer tapmışdı. Kilsədə özünü qoruya biləcəyi səngər, sığınacaq qazmışdı. Beləcə də sağ qalmışdı. Sonra biz Aşota dindirilmə səhnəsinin fotoşəklini göstərdik ki, görək o zabiti tanıyacaq, ya yox. Bəli, bu Vitalidir. Tanıyıram. Xatırlayıram. Çox yaxşı strateqdir. Hərbi strategiyanı çox yaxşı bilirdi Vitalik. Azərbaycan dilində də çox təmiz danışırdı. Yəni, elə təmiz danışırdı ki, onun erməni olduğundan qətiyyən şübhələnməzsən. Yəni, o dərəcədə təmiz danışırdı. Hələ bu harasıdır. Aşot bizə daha bir sirr açdı. Sən demə Vitali Balasanyan kilsəyə hücuma şəxsən özü rəhbərlik edibmiş.